Mən klublardan başlamamışam. Teymur Əmrah sənətkar deyil. Komadadır Azərbaycan musiqisi. Sevgili Canan nədir? Mən onu oynaya bilməyəcəm, amma elə bütün günü rəqs eləməliyik toyda. Mən qalacam qıraqda elə layiq olmadığım kimi təqdim olunacamsa, təbii ki, mən çıxıb gedəcəm Danimarkaya. O danışmasın, bu danışmasın, Əli Vəli danışmasın, almaz, solmaz danışmasın və kim danışsın? Bəzi o savadsız, şərəfi olmayanlar mənə maraqlı deyil. Mən ki yad edirəm hər zaman səni. Oxazın bugünkü qonağı müğənni Ofeliya Şabanovadır. Xoş gördük Ofeliya xanım. Çox sağ olun, xoş günlərinizdə gələk inşallah. Əminəm ki, çox səmimi və dürüst olacaq hər şey. İnşallah verdiyiniz suallarda hazıram hər zaman kimi. Neçə ildir müğənni olaraq fəaliyyət göstərirsiniz? 23 ildir fəaliyyət göstərirəm. 12 yaşımdan ifa edirəm. El məclislərində 12 yaşımdan. Yəni hərdən ifaçılar deyir ki, biz uşaq vaxtından ifa eləmişik. Amma uşaq vaxtını deyəndə biz 10-11 xeyr. Mən klublardan başlamamışam. Olur, rayon klublarından başlamamışam. Yəni öz fəaliyyət başlamamışam. Yəni deyim ki, mən dövlət tədbirlərindən başlamışam. Mən el məclislərindən başlamışam. Tək olaraq çox çətin muğamdan başlamışam. Ofeliya xanım, qeyd elədiniz ki, 12 yaşınızdan bəri müğənni olaraq fəaliyyət göstərirsiniz, mahnılar səsləndirirsiniz. Ümumiyyətlə mənə maraqlıdır ki, hər hansısa bir solo konsert vermisiniz bu kiçik yaşlarınızda, yaş dövrünüzdə? Bəli, bu çox sevdim bu sualı. Azərbaycanda yeganə, əstəğfurullah, mənəm demirəm. Əvvəlcədən onu deyim ki, yeganə 15 yaşında solo konsert verən ifaçı mən olmuşam. Balakən rayonunda icra başçısının təşəbbüsü ilə mənim konsertim oldu. İnanın ki, heç 15 yaşım tamam olmamışdı, onu da qeyd edeyim. Bu yaxınlarda da Mədəniyyət Nazirimizin imzası ilə mənim 6 bölgədə solo konsertim oldu. Çox yüksək səviyyədə solo konsertlərimiz oldu. Bax, belə aparıcılarımız bizim sənətimiz haqqında çox aparıcılarımız maraqlanmır. Çatanda deyir ki, saçını qiyməti nədir və yaxud da kostyumu neçə almısan? Bax, belə suallar bizə versinlər. Biz ifaçılara, bizə savadlı adamlar baxır. Bizə oxumuş insanlar baxır, ziyalılar baxır. Elə bilirsiniz, hər müğənniyə ziyalı baxır? Yox. Mən şadam ki, mənə ziyalı insanlar baxır, onlar qiymət verir. İnşallah növbəti solo konsertimiz də gözlənilir Allahın izni ilə. O haqda danışmayacağım, çünki danışmaq mənə düşmür, bacı. Görək inşallah yaxşı olar Allahın izni ilə. Ümumiyyətlə təhsiliniz nədir? Hansı təhsil almısınız? Bəli, Bülbül İxtisas Orta Kollecini bitirmişəm. Fərdi ustadlarım da çox olub. Azərbaycanın çox dəyərli sənətkarları. Hər zaman mən deyirəm, Yeliyan Akademiyası, muğam bilicisi, Tarizə Mehman Mikailov. Sonra olub bizim xalq artistimiz Samir Cəfərov, Gülyaz xanım, Ruzə İbişova, Nailə xanım Mirməmməd, Allah rəhmət eləsin. İndi ola bilər ustadların adları yadına düşməyə bilər, üzrlü sayısından. Bir çox sənətkarlardan da fərdi olaraq təhsil aldım. 12 yaşınızdan bəri müğənni olaraq fəaliyyət göstərirsiniz. Mənə maraqlıdır, müğənni olmaq üçün sizi kim həvəsləndirib, yoxsa öz seçiminiz idi müğənni olmaq? Müğənni olmaq sözü mənə heç vaxt çatmır. Necə müğənni olmaq? O biraz qəribə bir fikirdir. Sən doğulmalısan. Allah sənə o, belə nemət deyirəm mən ona. Allah o nemət sənə verməlidir, o istedadı. Bu dünyaya göndərməlidir səni. Sən artıq hazırsan ona. Yoxsa gətirirlər və də görürsən, mənim uşağımı müğənni elə. O söz mənə həmişə həm güldürür, müğənni elə, ya müğənni olsun. Mən o sözü qəbul eləməm heç bir zaman. Yəni, bilirsiniz necədir, istedad doğulmalıdır. Son günlərdə də sizin bir neçə çıxışlarınızı gördüm mən. Bayağı mahnı yoxdur, bayağı bir növ ifa tərzi var. Ümumiyyətlə, sizcə niyə mahnılarımız bayağı adlandırılır? Bunun səbəbi nədir? Baxın, bu yaxınlarda Teymur Əmrah bizim gözəl sənətkar deməyəcəm, çünki Teymur Əmrah sənətkar deyil. Teymur Əmrah ustaddır, artıq pikdədir Teymur Əmrah. Onun fikirlərini, çox gözəl fikirlər bildirmişdi. Bayağı yolu düzgün tutmurlar. Yol düzgün deyil. Bayağı mahnı, mən yenə deyirəm, Azərbaycanda bayağı
mahnı yoxdur. Bayağı yol var. Baxırsan ki, bu xanımın gözəl, belə deyək, kişinin gözəl səsi var, xanımın gözəl səsi var. Amma tutduğu yola heyfin gəlir ki, ax sənin gözəl səsin var, sən gözəl Azərbaycan bəstəkar mahnılarını ifa eləyə bilərsən, sən nələr ifa eləyə bilərsən. Əsl Azərbaycan musiqisi, muğamlarımızı ifa edə bilərsən. Amma onları da qınamıram. Mən heç vaxt qınamamışam. Çünki bilirsiniz niyə? Axı toylardan gəlir də. Mən onları qınaya bilmərəm. Onların gəlir, yəni müəyyən ifaçıların toylardan gəlir. Məsəl üçün, mən toya 23 il ifa eləməm, getməsəm də olar. Çünki Allah həyat yoldaşım canını sağ eləsin, onun gətirdiyi yetərincə bizə, belə deyək, bura yox, bura qədər bəsdir. Amma elə ifaçılar var ki, baxırsan ki, yəni bu Allah canlarını sağ, başsız qadın da, bax belə deyək, evladları nəyinə baxmalıdır. Getməlidir, ona görə mən onları qınamıram. Gərək düzgün yolda arada ifa eləyəsən. Heç olmasa arada bir ifa eləmək lazımdır. Əsl musiqini, əsl sənəti. Bəli, yəni efirə gətirmək olmaz. Oxusunlar. Mən də toylarda bizdə ifa elə bir mahnılar var ki, belə deyək, rakadaçkada. Mən onu şəxsən ifa edirəm toylarda. Amma səhnəyə gətirmək olmaz. Axı, Azərbaycan səhnəsi zəngindir. Bir çox ölkələrdən bizə baxırlar səhnə, deyirlər, ay Allah, Azərbaycan muğamlarına bax. Azərbaycan Zəngülə. Bizim Zəngülə heç yerdə yoxdur dünyanın. Hansı ölkəsində var ki, Zəngülədən yoxdur, o təkcə bizdədir. Biz amma düzgün dəyərləndirə bilmirik. Bilmirəm bunun günahı kimdir, kimdədir, aparıcıdadır, kanallardadır, onu deyə bilmərəm, onu özləri yaxşı bilir. Amma gərək səhnəyə, efirlərə gətirmək olmaz bayağı mahnılar. Mən bunun əleyhinəyəm. Siz Çini Çaydan mahnısını ifa eləmişdiniz və sizin hardan ağlınıza gəldi o mahnını 2 cür ifada səsləndirmişdiniz? Mən bir çıxışlarınızda görmüşdüm. Teymur Əmrah bir müsahibəsini gördüm, ayıldım. Yəni yaxşı mənada ki, Teymur müəllim çox gözəl deyir. Yolu. Mən başladım Çini çaydan çinin eynər mənə. Yarım yar olsa gülün eynər mənə. Çini çaydan çinin eynər mənə. Yəni hər janrda ifa etmək olar. Müğənni olaraq siz nə düşünürsünüz? Azərbaycan hazırki musiqi sənəti qənaət bəxşdirmi? Komadadır Azərbaycan musiqisi. Əsl Azərbaycan musiqisi hal-hazırda komadadır, inanmıram aylar. Bir də görürsünüz efirə hansısa bir verilişdir. Elə bir ifaçını tərifləyirlər ki, baxırsan bu adamın ay, B, bunun xəbəri yoxdur. Musiqidən bilmir, bunun Azərbaycan bəstəkarlarını tanımır. Ay, filan kəs, o filan kəs, bir dənə ləqəb də qoyurlar böyrünə, filan kəs. Nədir, nə aparacaq, olan bilsin, biraz görün, baxım eləyir. Gəldi, fisiyo, amma xalq artisti oturub yanında. O xalq artistini elə yəni, təqdim eləyirlər ki, o bayağı ifaçının yanında o sönür. Yəni, belə şeylərə diqqət eləməlidir aparıcılarımız. Mütləq, bəlkə aparıcılarımız siz komadan ayılda bilərsiniz bizim Azərbaycan əsl musiqini. Allah can sağlığı versin bizim birinci xanımımız Mehriban xanım Əliyevaya. Görün necə muğamımızı diriltdi, belə deyək. Dedi, gənclər muğam oxuyun, ifaçılar. Əsl musiqini də ifa eləməklədir. Çünki biz Azərbaycanlıyıq, çünki biz Azərbaycanda yaşayırıq. Bizə başqa ölkələrdən baxılır. Niyə bizim musiqilərə baxıb gülməlidirlər? Bizim, belə deyək, düşmən ölkəmiz niyə bizə baxıb gülməlidir musiqilərimizə? Niyə? Özbəklər deyir ki, bu nə musiqidir? Kıçqı özbək musiqisini götürüb bizdə çox ifa edirlər, hə, görürsünüz? Hansı mahnıya baxırıqsa, bayağı yola baxırıqsa, orada özbək ritmi var. Amma özbəklər ölürlər bizim bəstəkar mahnılar üçün. Baxırsınız, görürsünüz, bizim köhnə mahnılarımız gətirib yeni bir maraqlı ifa edirlər. Amma biz elə oxuyuruq, elə toylar olsun. Olmaz belə. İnşallah aylar musiqilərimiz. İnşallah. Mən ümid eləyirəm. Görək də. Ofelia xanım, toylardan bəhs elədiniz və siz özünüz toylarda mahnılar səsləndirirsinizmi? Toylarda inanın ki, mən getdiyim el məclislərində ora məni dəvət edir. Mən hər məclisə getmirəm. Hər məclisə məni, yəni milyonlar olar, mən getmərəm. Onlar mənim repertuarımı bilib məni dəvət edirlər. İndi olur da müəyyən arada bir insanlar da hamımız eyni deyilik ki, baxırsan ki, 1000 nəfərin içindən ikisi deyəcək filan mahnı, rakadaçkada mahnısı. İstərsiniz, mən onu bir bəstəkar mahnısı kimi ifa edirəm. Bax, dediniz daha Çini Çaydan. Onu məndən toylarda istəyəndə mən onu ifa eləyirəm, amma öz tərzimdə.
Çini çaydan çinirleyler. Oca insan ayılır ki, bu da var imiş. Bu yol da var imiş. Yəni yanlış anlamayın. Yəni mən heç vaxtı belə oynaq mahnılar deyək də, toy mahnılarını ifa edənlərə heç bir zaman nəsə yanlış bir fikir demərəm. Əcəb eləyirsiniz, toylarınızdan qazanın və evladlarınızı kim baxacaq, özünüz baxmalısınız da. Ona görə mən heç vaxtı qınamamışam, heç bir zaman. Amma səhnəyə gətirmək olmaz, onun əleyhinəyə. Heç olubmu ki, sizdən toyda ariya ifa etməyinizi istəsinlər? Ariya ifa istəməyiblər, amma savadlı musiqilər istəyiblər. Çox xoş gəlib mənə. Məsələn, savadlı musiqi deyəndə nəyi nəzərdə Deyiblər ki, Ofeliya xanım, Cahangir oradan bir əsər ifa elə. Ürəyim gedib demək, Allah nə yaxşı. Yəni az da olsa qalıb da savadlı musiqilərə qulaq asan. Ay nə gözəl, xoş gəlib mənə, sevgilim ifa eləmişəm. Bu mənim ürəyimi açır. İnanın ki, səsimiz də açılır. Düzgün musiqilər ifa eləyəndə inanın ki, müğənnilər deyirlər, raspivka. Yəqin ki, eşitmisiniz, raspivka. Səsimizi raspivka edin. İnanın ki, siz ifaçılarımız bir dənə bəstəkar mahnısı ifa eləyin. Tofiq Quliyevdən, Cahangirovdan. Görün necə gözəl səsimiz açılacaq. Kökü oturacaq. Düzgün notda ifa eləyəcəyik. Yəni belə bir şeylər var. Yəni zəngindir bizim musiqilərimiz. Həddindən artıq əsl musiqilərimiz. Hətta o raspivka kimi onu ifa eləyirəm mən. Sonra gedirəm toylara. Kiçik bir zümzümə edə bilərsiniz bizim? Sevgilim söyləmə, vəfasız mənə. Mən ki yad edirəm hər zaman səni. Axı bu da musiqidir, niyə bunlar dinləmirlər? Mən onun əleyhinəm ki, bax, nə gözəl musiqilərdir. Üstün gözəl ayətləri, ey sevgili canan. İfaçı istər-istəməz bunları bacaran ifaçı səsinin gözəlliyini göstərir. İnsanlar da ayılır ki, burada nə gözəl səslənmə gəldi, deməli, musiqi gözəl musiqi ifa etdi. Yoxsa mən gedim elə, olur da başımıza gəlir, öz səsimin gözəlliyini də itirirəm. Deyirəm, Ofeliya, neyniyim? Tamaşaçıdır da. Deyirəm, o 1000 nəfərin üçün 3-ü çıxmalıdır axı. Ki, yox, mən buna, o nədir, sən alı, sevgili canan nədir, mən onu oynaya bilməyəcəm. Amma elə biz bütün günü rəqs eləməliyik toyda. Mənim şəxsən 2 evladım var, Allah bütün balaları qorusun. Böyük oğlumun 14 yaşı var. Mən deyirəm ki, Allah mənə ömür nəsib eləyərsə, evladımın toyunu inşallah Allah mənə nəsib eləyər. Mən oğlumun toyunda yoldaşımla məsləhətləşib, belə bir fikrə gəlmiş ki, Allah bizə nəsib edir. Fikirlərdə valideynik, hərənin bir arzusu var. Mən heç bir bayağı yolu ifa eləyən ifaçını gətirməyəcəm. Bilirsiniz niyə? Mən istəyirəm mənim evladımın toyunda hamı rəqs eləyir. Gözəl simfonik əsərlər getsin, yaxşı əsərlər, orada Teymur Əmrah ifa etsin, Samir Cəfərov ifa etsin, Flora Kərimovaya Allah ona ömür versin. Nə bilim, ondan o yanı yoxdur. Flora Kərimova gəlsin. Allah İlhamə xanıma rəhmət eləsin, kaş ki həyatda olaydı İlhamə Quliyeva. Görsün necə axtarırıq. Əsl sənət deyənə İlhamə Quliyeva, yəni fikrimizə gəlir. Kaş ki həyatda olaydı, mən istəyərdim o ifa eləsin. Toyun açılışını Samir Cəfərov orkestrdan açsın. Bax, bu bilirsiniz nə deməkdir? Bu bir, nə bilim, mənim üçün bir həyatdır. Ofeliya xanım, Opera Balet Teatrında ümumiyyətlə işləmək istəmirsinizmi? Nə vaxtsa oradan təklif almısınızmı heç? Təklif almamışam. Təklif gəlsə pis olmaz. Görək də qismət. Nə vaxtsa düşünmürsünüzmü ki, müğənnilik sənətindən uzaqlaşarsınız, bu yoldan artıq başqa bir sahəyə yönələrsiniz? Heç vaxt demək olmaz. Bunu da demirəm. Əgər həyat yoldaşım deyərsə kifayətdir, mən saxlayaram sənətimi. Bir çıxışınızda sizin xaricdən təklif aldığınızı eşitmişdim. Ümumiyyətlə, bu hansı ölkədən almısınız təklifi? 3 ölkədən aldım. Almaniyadan, Danimarkadan, Türkiyədən. Bunu tam olaraq açıqlama, belə deyək ki, hətta Peyğəmbərimiz də deyib, bir işin dalından gedirsənsə, arxasıca qabaqdan danışma, insana düşməz. Amma inanın ki, hələ qəbul eləməmişəm. Fikrimdə Danimarka var. O da necə, əgər baxaramsa, bizim səhnələrdə mənim sənətimə dəyər veriləcək, yəni layiq olduğum yerdə. Düz deyil, mən demirəm. Naşükürlü insan deyiləm, sevmirəm naşükürlüyü. İstədiyim, belə deyək də,
Sevgini görürəm insanlardan, insanlar tərəfindən görürəm. Amma görürəmsə layiqincə sənətimə dəyər verilir, burada olacam. Amma görsəm ki, yox. Ofeliya müğənni xanımımız Ofeliya Şabanova, buyurun, filankəs musiqidən anlayışı olmayana, ay necə insanlar bu xanımın müğənnini sevirlər deyəcəksə, mən qalacam qıraqda elə layiq olmadığım kimi təqdim olunacamsa, təbii ki, mən çıxıb gedəcəm Danimarkaya ailəmlə birlikdə. Bir neçə müddətdir ki, ailə, kişi və qadın münasibətləri barəsində, dəyərlər barəsində çıxışlarınızla gündəmə gəlirsiniz. Xüsusilə də həmcinsləriniz tərəfindən bu çıxışlarınız bəzən qınaq obyektinə çevrilir. Ümumiyyətlə bu barədə nə deyə bilərsiniz? Baxın, gündəmə gəlmək sözünü mən qəbul eləmirəm. Niyə? Bu gündəm deyil. Bu ailə də o danışmasın, bu danışmasın, Əli Vəli danışmasın, Almaz, Solmaz danışmasın və kim danışsın? Önəmli deyil. Qınayan qınaya bilər. Hər kəs məni sevmək məcburiyyətində deyil. Məni sevən də var, sevməyən də var. Amma mənim ailə dəyərləri haqqında danışdığımı bəli sevməlidirlər. Mən demirəm ailə. Niyə? Mən mənfi bir fikir ifadə eləməmişəm. Ailədə xanım necə olmalıdır? Mən necəyəm? Mən demirəm, mənim kimi olun. Əziz izləyicilər, mən deməmişəm, mənim kimi olun. O xanımlar mənim gözümün işığıdır. Onlara mənim ürəyim qurban. Hər zaman da qulluğundayım o xanımların. Mən hər zaman deyirəm ki, abırı, həyası olan qadın. Onlar heç vaxt məni qınamazlar. Şərəflini həmişə şərəfli sevər. Heç bir zaman şərəflini şərəfsiz sevməz. Xahiş edirəm, bu sözümü kəsməyin. Olduğu kimi də getsin. Çünki hərdən olur. Yaxşı bir fikir söyləyirəm, onu kəsirlər. Müəyyən bir fikri, yanlış bir fikri qoyurlar. Yəni, onu məni qınayanlar da sifarişdən olunan bir şeylərdir. Çünki mən 23 ildir ifa edirəm və el məclisinə daxil olanda insanların məni qarşılamağını görürəm, sevgi ilə. Bizim bacımız gəldi, Ofeliya bacımız gəldi. Kişilər tərəfindən bu söz eşidirəm. Xanımlar tərəfindən bizim canımız, ürəyimiz gəldi. Yəni, sizcə məni qınayanlar mı? Yox. Məni qınayanlar, o göz muncuqları, sosial şəbəkələrdə heç inanın ki, marağımda deyil, heç oxumuram. Köməkçim, prodüserim deyir ki, Ofeliya xanım, sizin haqqınızda belə bir yazı var. Deyirəm ki, önəmli deyil, sus, bu haqda mənə danışma. Çünki mən bayaq da deyirəm ki, şərəflini hər zaman şərəfli sevər, şərəfsiz sevməz. Ailə dəyərlərini tam anlayan xanımlar mənim canımdır. Mənim o xanımları mən sevmirəm ki, ərini ayaq top eləyir, ərinə qiymət qoymur. Əri bir deyir ki, cavab verir, öz maddi maraqları üçün ailəsini dağıdır. Mən bunların, yəni belə xanımlar mənə çatmır. Yəni mən heç vaxt onu kim deyirsə yanlış bir fikirdir. Ofeliya xanımları əzir, əstağfurullah. Mən özüm də bir qadınam. Mən özüm də bir anayam, bir bacıyam, bir xanımam. Ona görə xanımlar, mən sizi çox istəyirəm, çox sevirəm. Siz bizim canımızsınız. Mənim xüsusən sizə hörmətim var. Deyirlər ki, kişilərin tərəfini tutur. Yox, siz mənim müsahibələrime girsəz, görürsünüz ki, mən doğru deyirəm. Yəni kişi ola bilər deyirəm, əsəbi gələ bilər, qışqıra bilər, xanım ona qışqırmağa haqqı yoxdur. Mənim haqqım yoxdur, mən yoldaşıma bir sözünü iki eləyim. Mənim haqqım yoxdur, ona söz qaytarım. Mənim haqqım yoxdur, mən evladlarımı da bu cür yetişdirmişəm. Mənim gəlinlərim də bir dəfə də dedilər ki, Ofeliya deyir, Ofeliya Şabanova dedi ki, mənim gəlinim telefon işlədə bilməz. Ay lazım deyil, xeyr, bax bu da ailəni dağıdan bir şeydir bu telefon. İnanın ki, nə vaxt baxıram, o qədər olub bayaq bir çəkilişdən gələm, inanın ki, orada qadınlar, mən hələ də əsəblərim soymayıb, inanırsınız. O telefonun içində, o yazıq rejissor nə qədər dedi ki, o telefonu qırağı eləyin ki, düşür də kameraya. İnanın ki, qalıb o telefonun içində, burada nə görmürsünüz? Nə var bu telefonda? Telefon ailə dağıdır, şeytan, belə deyək, oyuncağıdır. Uşaqlara, mənim evlatlarım telefonu yoxdur. 14 yaşı var birinin, birinin 9 yaşı var. Ömür boyu girib dururlar. Axı bunlara gələn, belə deyək, bunların arvadları, belə deyək, Azərbaycan dilində ər-arvad gedir də. Bunların xanımları da axı baxacaq, mən də onda gedirəm. Ailədə nə oldu? Kişi gəlir yazıq evə, görür nə yemək hazır deyil, içmək hazır deyil, ev hazır deyil. Yəni, vallahi mən bunların əleyhinəyəm. Mənim danışıqlarım da savadlı insanlar gözəl qəbul edirlər. Bəzi o savadsız, şərəfi olmayanlar mənə maraqlı deyil. Onlar, zaten onların düşüncələri biraz başqa cür olur, bizim kimi düşünmürlər. Ona görə heç vaxt mən onları qınamamışam. Necə məsləhətdir? Hissələndə demişəm, soyuq su için ən gözəli. Ofeliyanın müsahibələrinə baxırsınız, Şinanaylar deyirəm mən onlara. Deyirəm, Ofeliya verdiyi o müsahibəyə baxırsınız, əsəbləşirsinizsə, ay Şinanaylar,
soyuq su için inanın ki elə rahatlaşacaqsınız. Gedin 2 rükət namaz qılın. O qədər rahatlaşacaqsınız ki, o filəyə o nəsə yazmağa da sizin vaxtınız olmayacaq. Ürəyinizə rəhm gələcək, din-iman gələcək. Mən məsəl üçün namaz əhliyəm. Heç vaxt kimisə qəlbini qırmaram. Kimisə haqqında inanın ki, and olsun bizi yaradan Allaha, mən elə indiyənə qədər yadıma gəlmir ki, belə məni sevməyənlər haqqında nəsə yazdırmışam. Bir Allahım şahiddir. Allahdan böyük şahid yoxdur. Mən hələ yadıma gəlmir. Mən o günahı mən necə daşıyacağam? Sifariş də bir də görsə bizə zənglər eləyirlər. Hansısa Şinanayların o filədən xoşu gəlmir. Yalandan yəqin ki, jurnalist xanımsız görmüsünüz. Güvəndə o filəyə zəng gəldi. Hə, güya mən bilmirəm. Oradan ağzına gələni danışır. Ay o filə, hə, belədir, bu cür danışdı belə. Ayıbdır. O dünyaya siz necə, o Allahın qabağına necə gedəcəksiniz? Valla bu dünyada cəzanızı çəkib belə gedərsiniz o dünyaya. Belə sifarişli zənglər ayıb olsun. İnsanın bir şərəfi olar. İnsan doğmalarını qarğıtmaz. Əzizlərini qarğıtmaz. Mən əstəğfurullah heç vaxt qarğamamışam. Axı məni sevənlər qarğıyır. İnanın ki, mənim fanatım var. Özünü öldürür, ağlayır. Deyirəm, niyə ağlayırsan? Ay Günel, sən niyə ağlayırsan? İnanın ki, o zəng eləyən qadınlar necə qarğıyır. Dedim ki, qarğıma, sənə qurban olacam. Cəmaatın balasında nə işin var sənin? Yəni belə şeylərə diqqət eləmək lazım. Məndən xoşunuz gəlmir. Bax, yenə deyirəm, məni sevmək məcburiyyətində deyilsiniz, siz də məni sevməyə bilərsiniz. Yəni, mən də elə müğənni var, sevmirəm. Amma şəxsiyyətin nəyimə lazımdır? Sənətini sevmirəm. Şəxsiyyəti özü bilər. İnan ki, yəni, belə dar düşüncəli insanlar, xoşunuz gəlmir, bacım, baxmayın. Valla, Şinanaylar, baxmayın. Oxumayın mənim yazılarımı. Mənim musiqilərimə qulaq asmayın, heç önəmli deyil. Zaten insanlar mənə qulaq asır, mənə kifayətdir. Çox sağ olun, təşəkkür edirəm. Siz sağ olun. Sizdən istəsəm bir mahnı zümzümə eləyə bilərsiniz. Gözlərim üstə. Onda hər kəs tərəfindən sevilən mahnımı ifa eləyəcəm. Buyurun. Bu qızın yağışalı var, ağşalay Allah oxşarı var. Of aney vay 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 vay, qara şalı var, qara şalay Allah oxşarı var. Özü də kişi kimi anasına ay balam oxşarı var. Özü də vay 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 bir nər qızı anasına ay balam oxşarı var.